Niyə? Demirəm də oralarını. Neysə, çox dərinə getmə. Yəni bu mənim fikrimdir. Sən soruşsan mən də deyirəm. Bu mənim öz fikrimdir məsələn. Sizi Kəmalə Günəşli ilə bir verilişə çağırsalar. Hətta o videolardan kimsə çəkib göndərmişdi ki, belə mən üzümü belə çevirirəm bu tərəfə belə. Belə utanırdım, xəcalət çəkirdim. İndi Arzu xanım, sizi bir verilişə çağırsalar, əsla getməzsiniz. Getməzsiniz. Yox. Tamam. Bəs sizi öncədən ödənişli şəkildə deyərlər ki, Kəmalə Günəşli ümumi toy aparır, sizlə bərabər. Getdiyiniz qiymətin 2 qatını verirəm. 20.000 pul verirəm. Gedərsinizmi? bu mənim işimdir, çörəyim. Təbii ki, gedib oxuyub puluma çıxıb gələcəm. Bəs yəni bir insanla bir səhnədə olmağa bu qədər utanırsınızsa, 20.000-ə niyə yox demirsiniz? Təbii ki, ehtiyac var orası ilə də. Ancaq bir xanım olaraq dedim mən. Başa düşdünsən mən nə deyirəm? Hə. Mən bir xanım olaraq mən utandım. Bunu istəyirsən yəni deyim, yəni çəkinmirəm də mən utandım, vəssalam.